Bismillahirrahmanirrahim. Mənəvi şəfa, ruzi və ilahi sükunət mənbəyiniz olan İslami Şəfa kanalına xoş gəldiniz. Əziz izləyicilər, heç həyatınızda elə bir dövr olubmu ki, nə qədər çalışsanız da işləriniz irəli getməyib? Böyük ümidlərlə açdığınız bir iş yeri gözlədiyiniz nəticəni verməyib, qapılar üzünüzə bağlanıb, müştərilər azalıb və ya borclarınız qəfildən çoxalıb. Gecə-gündüz çalışmağınıza baxmayaraq, əlinizdəki pulun bərəkəti qaçıb. Çox vaxt biz belə vəziyyətlərdə günahı iqtisadiyyatda, rəqiblərdə və ya şanssızlıqda axtarırıq. Amma unuduruq ki, kainatın bir xəzinədarı var. Ruzi qapılarının açarları yalnız və yalnız Ər-Rəzzaq, yəni bütün canlılara ruzi verən olan Allahın əlindədir. Əgər o bir qapını açarsa, bütün dünya birləşsə belə o qapını bağlaya bilməz. Bugün aləmlərə rəhmət olan Peyğəmbərimizin Allahümmə səlli alə seyyidinə Muhammedin və alə əli seyyidinə Muhammed və hikmət xəzinəsi İmam Əlinin əleyhisselamın nurlu kəlamları ilə o bağlanmış qapıları necə açacağımızı öyrənəcəyik. Qazancınızın artması, işinizin böyüməsi və təsəvvür belə etmədiyiniz yerdən ruzi yağışına tutulmağınız üçün Qur'an-ı Kərimdəki o möhtəşəm açar ayə hansıdır? Qəlbinizi və ümidinizi yeniləyin, çünki bugün Rəbbinizin xəzinəsinə aparan yolu kəşf edəcəksiniz. Qur'an-ı Kərimdə elə bir ayə var ki, böyük alimlər və övliyalar dara düşəndə, işləri düyünə düşəndə mütləq o ayəyə sığınardılar. Bu, Talaq surəsinin 2-ci və 3-cü ayələridir. Uca Allah bu ayədə bütün iş adamlarına, borclu olanlara və ruzi axtaranlara mütləq bir zəmanət verir. Allah buyurur, kim Allahdan qorxarsa, təqva sahibi olarsa, Allah ona düşdüyü çətinlikdən bir çıxış yolu göstərər və ona təsəvvür etmədiyi, gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Bu ayə sadəcə bir dua deyil, bu ayə Allahın bizimlə bağladığı bir müqabilədir. Siz işinizi qurarkən, dükanınızı açarkən və ya ofisinizə daxil olarkən hiləyə, yalana yox, Allaha güvənsəniz, Allah sizə məxrəc, yəni heç kimin görə bilmədiyi bir çıxış yolu və qazanc qapısı açar. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu ayə haqqında buyurmuşdur. Əgər insanlar sadəcə bu ayəyə tutunsalardı, bu onların bütün ehtiyacları üçün kifayət edərdi. Bəs bu möhtəşəm ayə necə nazir oldu? Tarixdə bununla bağlı ürəkləri titrədən bir hadisə var. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin səhabələrindən Öv ibn Malik adlı bir şəxs var idi. Bir gün onun oğlu düşmənlər tərəfindən əsir götürülür. Öv həm övlad həsrəti çəkir, həm də son dərəcə kasıb və borc içində idi. Düşmən oğlunun azad edilməsi üçün böyük bir fidyə, pul tələb edirdi. Amma Övdə heç nə yox idi. Bütün qapılar üzünə bağlanmışdı. O çarəsizlik içində Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin yanına gəlib ağlayaraq vəziyyətini danışdı. Peyğəmbərimiz ona nə qılınc verdi, nə də qızıl. O buyurdu, sənə və yoldaşına Allahdan qorxmağı, yəni təqvanı və evinizdə davamlı olaraq la havlə və la quvvətə illə billəh, güc və qüdrət yalnız Allahdadır zikrini çoxlu etməyi əmirdirəm. Öv və yoldaşı evə qayıdıb, ümidsizliyə qapılmadan günlərlə bu zikri etdilər. İşlərini Allaha təhvil verdilər. Bir neçə gün sonra qəfildən qapı döyüldü. Qapını açanda gördülər ki, oğulları düşmənin əlindən qaçıb qurtulub. Lakin o tək gəlməmişdi. O qaçarkən düşmənin otlaqda olan 4000 başdan ibarət qoyun sürüsünü də özü ilə bərabər gətirmişdi. Bir anın içində həm övladlarına qovuşdular, həm də Mədinənin ən zənginlərindən birinə çevrildilər. Baxın, məhz bu hadisədən sonra Talaq surəsinin o məşhur ayəsi nazil oldu. Ona təsəvvür etmədiyi yerdən ruzi verər. Bugün sizin də işinizdə irəliləyiş yoxdursa, la havlə və la quvvətə illə billəh deyin və Allahın sizə sürülərlə ruzi göndərəcəyi o anı gözləyin. Ruzinin təbiətini anlamaq üçün İmam Əlinin hikmətinə nəzər salmalıyıq.
Çoxumuz ruzinin yalnız qaçaraq, yorulub əldən düşərək qazanıldığını düşünürük. Lakin İmam Əli aleyhisselam buyurur, ey insan, ruzinin iki növü var. Bir ruzi var ki, sən onun arxasınca qaçırsan. Bu sənin zəhmətindir. Bir ruzi də var ki, o sənin arxanca qaçır. Əgər sən ona getməsən belə, o sənə gəlib çatacaqdır. Buna görə də bugünün kədərini sabahın kədəri ilə birləşdirmə. Bəs əgər o bizim arxamızca qaçan ruzi bizə gəlib çatmırsa, səbəbi nədir? Səbəbi bizik. Günahlarımız, haram loğma, qohumlarla əlaqəni kəsmək, ruzi borularını tıxıyan daşlar kimidir. Boru tıxananda su gəlmədiyi kimi, günah olan yerdə də qazancın bərəkəti olmaz. Bunu təmizləməyin tək bir yolu var. İstiğfar, yəni tövbə etmək. İmam Əli aleyhisselam buyurur, Allah Teala ruzisi azalan və işləri bağlanan kimsəyə istiğfardan daha yaxşı bir dərman verməmişdir. Əgər işiniz böyümürsə, satışlarınız dayanıbsa, səhər dükanı açanda və ya işə başlayanda 100 dəfə Əstəğfirullahə Rabbi və ətubu ileyh deyin. Göyün qapılarının necə açıldığını öz gözlərinizlə görəcəksiniz. İndi isə işlərin açılması və ticarətin bərəkətlənməsi üçün hər gün edəcəyiniz mənəvi formulu qeyd edək. Bunlar sınaqdan çıxmış ilahi açarlardır. Səhər bərəkəti. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, Allahım, ümmətimin səhər tezdən başladığı işlərə bərəkət ver. İşinizə, dükanınıza mütləq səhər tezdən gedin. Bərəkət sübh vaxtı baylanır. O vaxt yatan ruzisindən məhrum olar. Təlaq 2-3 ayəsi. Hər gün evdən işə çıxarkən ya da ofisinizin, dükanınızın qapısını açarkən Təlaq surəsinin 2 və 3 ayələrini وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجَ ardarda 3 dəfə oxuyun. Müştərini artıran zikir. İş yerinizə daxil olanda, piştaxtanızın və ya masanızın arxasına keçəndə hər gün 100 dəfə Ya Rəzzaq, Ya Fəttah, ey ruzi verən və ey qapıları açan zikrini təkrar edin. Sədəqə. Hər gün qazancınızın ilk pulundan çox kiçik bir məbləğ olsa belə kənara, sədəqə qutusuna ayırın. İmam Əli aleyhisselam buyurur, ruzi axtarışında çətinliyə düşəndə sədəqə verməklə Allahla ticarət edin. Verdiyiniz 1 manat sizə 10 manat müştəri olaraq geri dönəcək. Bu əməlləri sadəcə bir həftə ixlasla, səmimiyyətlə yoxlayın. İşlərinizin necə açıldığını, qazancınızın necə böyüdüyünü görəndə heyrətə düşəcəksiniz. Çünki Rəzzaq olan Allah heç vaxt öz qulunu darda qoymaz. Əziz İslami Şəfa ailəsi, ruzinin və bərəkətin sirlərinə həsr etdiyimiz bu dərsimizin sonuna gəldik. Bizimlə sona qədər qaldığınız üçün təşəkkür edirik. Rəbbim işlərinizi asanlaşdırsın, qazancınızı halal və cibinizi hər zaman bərəkətli etsin. Əgər bu video qəlbinizə ümid verdi və işlərinizi yoluna qoymaq üçün sizə yeni bir qapı açdısa, zəhmət olmasa videonu bəyənin. Sizin bir bəyənməniz borc içində sıxılan, işsizlikdən əziyyət çəkən və bir ümid işığı axtaran başqa bir qardaşımızın və ya bacımızın da bu videonu görməsinə və şəfa tapmasına vəsilə olacaqdır. Ruzinizi, mənəviyyatınızı və ilahi elminizi artıracaq digər mövzularımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildiriş zəngini açmağı unutmayın. İndi isə rəy bölməsində Allaha olan istəyinizi yazın. İşinizin açılması mı, borcunuzdan qurtulmaqmı, yoxsa yeni bir ruzi qapısı mı axtarırsınız? İstəyinizi yazın və oxuyan hər kəs digər qardaşının duasına amin desin. Çünki möminin mömin üçün etdiyi dua tez qəbul olunar. Allah hamımızın duasına ol desin inşallah. İşiniz avant, qazancınız bol, qəlbiniz huzurlu olsun. Allah amanında qalın.